Sosyometriya Amerikan psixoloqu Moreno tərəfindən işlənilmişdir. Biz artıq bilirik ki, hər hansı metoddan danışarkən iki cəhəti, onun metodologiyası və texnikası məsələlərini fərqləndirmək lazımdır. Bir texniki preyum kimi sosyometriya qarşılıqlı münasibətləri öyrənmək üçün əlverişlidir. Sosyometriyanın tətbiq qaydaları ilə qısa tanış olaq. Şagirdlərə tutaq ki, aşağıdakı məzmunda vərəq verilir. Kiminlə bir partada oturmaq istərdin? Şagird suala cavab verərkən 3 nəfərin adını qeyd edir. Birinci kiminlə oturmaq istərsən, əgər mümkün olmazsa ikinci və üçüncü kiminlə oturmaq istəyərsən. Müvafiq suala sosyometrik meyar deyilir. Bir sosyometrik seansda ən çoxu 4 sualdan istifadə etmək olar. Bəzən sosyometrik təcrübələrdə kiminlə bir partada oturmaq istəməzdim tipli suallardan istifadə oluna bilər. Şagird suala cavab verdikdən sonra seçiminin motivini öyrənmək lazımdır. Sosyometrik təcrübənin nəticələri əsasında cədvəl və sosioqram tərtib olunur. Sosyometrik cədvəl formasına görə idman cədvəllərinə oxşayır. Cədvəldə şaquli xətt üzrə şagirdlərin adı və familiyası əlifba sırası ilə yazılır, üfüqi xətt üzrə isə onların sıra nömrəsi qeyd olunur. İctimai rəyi, şəxsiyyətlərarası münasibətləri və s. öyrənmək üçün tətbiq edilən metodlardan biri də intervyudur. İntervyu, sorğu-sualları silsiləsinə daxil olub, mənaca qarşılaşma, söhbət, müsahibə deməkdir. O, daha çox birtərəfli kommunikasiya prosesidir. Bu zaman hər hansı məsələ haqqında müəyyən bir şəxsin mülahizəsi soruşulur. Psixologiyada intervyu adətən tədqiqatın başlanğıc mərhələsində işçi fərziyyəni müəyyənləşdirmək üçün, problem barədə ilkin məlumat toplamaq üçün, başqa metodlar vasitəsilə yığılmış materiallara əlavə faktlar əldə etmək üçün tətbiq edilir. Anket sorğusu zamanı intervyudan fərqli olaraq suallara yazılı surətdə cavab verilir. Həmin metoddan sosioloji tədqiqatlarda daha geniş miqyasda istifadə olunur. Psixologiyada isə anket metodu diaqnostik məqsədli istifadə edilir. Məsələn, kollektivdə şəxsiyyətlərarası münasibətlərin yaxşılaşdırılması, həmin münasibətlərin pozulma səbəblərini, qarşısının alınması yolları, kollektiv üzvlərinin fikir və mülahizələrini öyrənmək üçün anketdən istifadə etmək faydalıdır. Tədqiqatın məqsəd və vəzifələrindən asılı olaraq fəaliyyət prosesləri və məhsulların təhlili preyumlarından modelləşdirmə, bioqrafik metodlardan özünəməxsus şəkildə istifadə olunur. Beləliklə aydın olur ki, psixologiyanın tədqiqat metodları çox və rəngarəngdir. Tədqiqatın səmərəli olması üçün konkret problemin elmi sürətdə həllinə imkan verən adekvat metodların seçilməsinə xüsusi diqqət yetirilməlidir. Psixologiyada statistik, riyazi metodların tətbiqi. Müxtəlif metodların köməyi ilə əldə edilmiş psixoloji faktlar təhlil olunmalı, şərh edilməli və ümumiləşdirilməlidir. Bu zaman tədqiqatın nəticəsinin obyektiv olması üçün əldə edilmiş materialları kəmiyyət baxımından işləmək, müəyyən edilmiş hadisənin tipik olduğunu sübut etmək lazımdır. Psixologiyada həmin məqsədlə statistik metodlardan istifadə olunur. Statistik metodlar dedikdə, tətbiqi riyazi statistikanın psixologiyada əsasən eksperimentlərin nəticələrini işləmək məqsədi ilə istifadə olunan ayrı-ayrı metodlar nəzərdə tutulur. Ehtimal məntiqindən və ehtimal modellərindən istifadə etməklə psixoloji tədqiqatın nəticələrinin əsaslı olmasını təmin etmək, statistik metodların psixologiya sahəsində tətbiq etməsinin başlıca məqsədi də bundan ibarətdir. Psixologiyada statistik metodların tətbiqi tarixi əsasən 19-cu yüzilliyin 60-cı illərindən başlayır. Müasir elm üçün bu sahədə əhəmiyyətli olan reqressiya və korrelyasiya analizi ideyası Haltonun differensial psixologiya sahəsində apardığı tədqiqatlarla bağlıdır. İntellektual qabiliyyətləri tədqiq etmək üçün faktor analizinin bəzi variantları işlənilmişdir. Psixoloji testlərin keyfiyyətini yoxlamaq və onları peşə seçimində tətbiq etmək üçün bir sıra xüsusi statistik metodlar yaradılmışdır.
Hal-hazırda psixologiyada statistik metodların tətbiqi sahəsində aşağıdakı istiqamətləri fərqləndirə bilərik. 1. Təsviri statistika. Bu, özünə əldə edilmiş materialın qruplaşdırılmasını, qrafik əksini və kəmiyyət təsvirini daxil edir. 2. Statistik nəticə nəzəriyyəsi. Bundan psixoloji tədqiqatlarda seçilmiş cəhətlərin yoxlanılması nəticələrini müəyyənləşdirmək üçün istifadə edilir. 3. Eksperimentlərin planlaşdırılması nəzəriyyəsi. Bu, dəyişənlər arasında səbəb əlaqələrini müəyyənləşdirməyə və yoxlamağa xidmət edir. Psixologiyada tətbiq olunan riyazi metodlar çoxdur. Alternativ analiz metodu ilə müxtəlif psixi hadisələrin əlamətlərin, keyfiyyətlərin olması və ya olmaması kəmiyyət baxımından qiymətləndirilir. Əgər biz həmin psixi hadisə, əlamət və keyfiyyətlər arasındakı asılılığı müəyyən etmək istəsək, başqa statistik metoddan korrelyasiya analizi metodundan istifadə etməliyik. Bundan başqa, hər hansı bir tədqiqat zamanı müəyyən bir hadisə, əlamət və ya keyfiyyət müxtəlif variantlarda təzahür edir. Qarşıya bu zaman mühüm sual çıxır. Həmin variantlardan hansı daha tipikdir? Variasiya analizi metodu tipik, xarakterik əlamətləri təsadüfi əlamətlərdən fərqləndirmə imkanı verir. Alınan nəticələrin mötəbərli olub-olmaması isə xüsusi meyarla, məsələn, student əmsalına görə müəyyən olunur. Psixologiyada riyazi metodların müvəffəqiyyətlə tətbiqi nəinki adekvat metodların işlənilməsindən, həm də nəzəriyyənin özünün inkişaf səviyyəsindən asılıdır. 20-ci yüzilliyin 70-80-ci illərində statistik metodların psixologiya elminin bir çox sahələrinə nüfuz etməsi bu baxımdan heç də təsadüfi deyildir. Hətta son zamanlar riyazi psixologiya sürətlə inkişaf etmiş və psixologiya elminin nisbətən müstəqil bir sahəsinə çevrilmişdir. Onun əsas vəzifəsi riyazi metodların psixologiyada tətbiq yollarını öyrənməkdən ibarətdir. Elmşünasların proqnozlarına görə 20-ci əsrin sonuna doğru və 21-ci əsrdə psixologiya elminin bütün sahələri riyaziləşəcəkdir. Başqa sözlə, riyaziyyat sözün əsl mənasında bütünlüklə və tamamilə onun ətinə, iliyinə olacaqdır. Bu, psixologiya elminin inkişafında yeni keyfiyyət dəyişiklikləri ilə əlaqədar olacaqdır. Elmin ənənəvi qeyri-riyazi sahələrinə riyaziyyata nüfuz etməsi elmi biliklərin inkişafının qanuna uyğun hadisələrindən biridir. Marksın göstərdiyi kimi, elm ancaq riyaziyyatdan istifadə etməyə başladıqda elmə çevrilir. Psixologiyanın tədqiqat metodları haqqında əlavə məlumat. İstər elmi tədqiqat, istərsə də praktiki iş zamanı psixoloqlar müəyyən metodlardan istifadə edir. Başqa sözlə, qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə təşkil edir. Bu zaman istifadə olunan preyum və vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların köməyi ilə müvafiq elmin qanunuyğunluqları aşkara çıxarılır. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa, nəticə bir o qədər səmərəli olar. Elmin araşdırdığı hadisələri, onların qanunuyğunluqlarını, incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psixologiya və onun tədqiqat metodlarına aiddir. Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdəndir. Ona görə də bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək tələb edir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan müasir psixologiya elmi tədqiqatların genetik, yəni tarixi prinsip əsasında aparılmasını vacib hesab edir. Bu prinsipə görə öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və tədqiqatçı onun inkişafının bütün cəhətlərini bərpa etməyə, onların bir-birini necə əvəz etdiyini görməyə və aydınlaşdırmağa çalışır. Öyrənilən psixi faktı onun konkret tarixində təsəvvür etməyə təşəbbüs göstərir. Psixoloji tədqiqat metodlarının təsnifi. Psixologiyanın tədqiqat metodları hər şeydən
əvvəl əsas və yardımçı olmaqla təsnif olunur. Əsas metodlara müşahidə eksperiment aiddir. Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunun xarakterizə edən başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədə müvafiq şəkildə həyata keçirilir. Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərinə müşahidə aparılanın bundan xəbəri olmur. Müşahidə təbii şəraitdə, iş zamanı, oyun vaxtı, dərs vaxtı aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər. Müşahidə qısa müddətli, uzun müddətli, dövri və sistematik ola bilər. Qısa müddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövri müşahidəyə gəldikdə isə bu müəyyən dövrlərdə, məsələn, hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövri müşahidə psixi hadisələrin inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də inkişaf dinamikasını aşkara çıxmağa xidmət edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət ərzində, məsələn, bütün dərsli müəyyən yaş dövrü ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonra təhlil olunur və ümumiləşdirmə əsasında müvafiq nəticələr çıxarılır. Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləmək imkan verir. Buna baxmayaraq, müşahidə zamanı bəzi çətinliklər mövcud ola bilər. Hər şeydən əvvəl psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi müəyyən dərəcədə görə bilsə də, ona tam nəzarət etmək imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək çətinləşir. Bundan başqa müşahidə psixoloqun subyektiv mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. öz təsirini göstərə bilər. Şübhəsiz müşahidə aparan psixoloq bu kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır. Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi hadisənin davranış tərzinin təzahürünü uzun müddət gözləmək lazım gəlməsi ilə bağlıdır. Ona görə də psixologiyada ən çox əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur. Eksperiment müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə qarışır və tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır. Eksperimentin birinci növbədə iki növü var: təbii eksperiment və laborator eksperiment. Təbii eksperiment Rus psixoloqu Lazurski tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə, təlim, oyun, əmək şəraitində həyata keçirilir. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün inkişafını yüksək inkişaf etdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi olan iki qrupdan birində eksperimental qrup təlim materialları problem situasiya yaratmaq əsasında, digər qrup isə kontrol qrupda ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir müəyyən bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda üstünlük olduğu aşkara çıxarılır. Laborator eksperimentə gəldikdə isə bu laboratoriya şəraitində xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi nəticələr əldə etmək mümkündür. Digər bir əsasa görə eksperimentin daha iki növünü müəyyən edici eksperiment və öyrədici və yaxud formalaşdırıcı eksperiment deyə bilərik ki, var. Yaş və pedaqoji psixologiyada eksperimentin bu növlərindən geniş istifadə olunur.
Müayinəçi eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin gedişinə təsir göstərmir. Öyrədici eksperimenti gəldikdə isə bu eksperimentatorun fəal məqsədə yönəlmiş təsiri prosesində yoxlanılanlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarılmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji pedaqoji eksperiment adı ilə də adlandırırlar. Eksperimenti fərdi şəkildə, ayrıca bir adam üzərində və qrup şəklində bir neçə adam üzərində eyni vaxtda aparmaq mümkündür. Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan istifadə olunur. Bəzən müşahidə və eksperiment zamanı bu və ya digər hadisənin baş verməsi səbəblərini aşkara çıxarmaq mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım olan fakt əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar düşünülmüş və birmənalı olmalıdır. Müsahibə metodunu çox vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Sorğunun üç növünü qeyd edirlər. Şifahi sorğu, yazılı sorğu, sərbəst sorğu. Şifahi sorğu adətən yoxlanılanın reaksiya və davranışı üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir. Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha dərindən nüfuz etməyə imkan verir. Belə ki, tədqiqat zamanı yoxlanılan adamın reaksiya və davranışından asılı olaraq tədqiqatçı öz suallarını tənzim etmə imkanına malik olur. Lakin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və tədqiqatçının xüsusi hazırlığı tələb olunur. Belə ki, cavabların obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və şəxsi təcrübələrindən asılı olur. Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun daha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlanılanın suallara reaksiyasını görmək mümkün deyildir. Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, veriləcək suallar əvvəlcədən müəyyənləşdirilmir. Bu cür sorğu zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək mümkündür. Bu isə yoxlanılanlardan müxtəlif məlumatları əldə etməyə imkan verir. Psixologiyada yardımcı metod kimi fəaliyyət metodlarının təhlilindən istifadə olunur. Fəaliyyət məhsulu kimi şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii yaradıcılıq məhsullarını, yazdıqları şeir və hekayələri, əl işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Belə ki, şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı vərdişlərinin inkişaf xüsusiyyətlərini, digər fəaliyyət məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və qabiliyyətlərinin xüsusiyyətlərini aşkara çıxarmaq mümkündür. Fəaliyyət məhsullarının təhlili daha çox yoxlanılanı əhatə etməyə imkan verir. Müasir psixologiyada psixodiaqnostik metodlardan da istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunan testlərdir. Test qısa müddətli, standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi, bir sıra əvvəlcədən verilmiş standartlara, test normalarına nə dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir. Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş yayılanı müvəffəqiyyət testləri, intellekt testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və s. Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlanılanların konkret bilik, bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır. İntellekt testləri yoxlanılanların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir. İntellekt testləri haqqında ilk dəfə fikir Galton tərəfindən irəli sürülmüşdür. Sonralar fransız psixoloqu Binet ilk psixoloji testləri yaratmışdır 1905-ci ildə. Əqli yaş anlayışından istifadə edən Alman psixoloq Stern əqli koeffisiyenti aşağıdakı AQ formulu ölçməyə müəyyənləşdirmişdir. AQ bərabərdir əqli yaşın xronoloji yaşa nisbəti vurulsun 100%. Hal-hazırda psixodiaqnostik tədqiqatlarda Veksler şkalasından, progressiv Raven matrisasından, əqli intellektin strukturu testindən, Eyzengin öz qabiliyyətlərinizi yoxlayın testindən, özünüzün əqli inkişaf koeffisiyentinizi yoxlayın və s. geniş istifadə olunur. İntellekt testlərindən fərqli olaraq
Xüsusi qabiliyyət testlərindən istifadə olunur. Bu cür testlərin köməyi ilə insanların nə kimi xüsusi qabiliyyətlərə, məsələn, musiqi, riyaziyyat, texniki və s. malik olduqları aşkara çıxarılır. Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün kreativ testlərdən istifadə olunur. Ən çox tanınan kreativ testlərə Guilford'un və Torrance'in testlərini aid etmək olar. Bu testin əsasında yeni, qeyri-adi ideyaları ilə irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu test tapşırıqlar sistemi ilə qurulmuşdur ki, yoxlanılan adam şəraiti dəyişmək, obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. Məsələn, obyektlərin şərhi zamanı onları daha çox sahəyə tətbiq etmək yollarını fikirləşmək və ya daha çox dairə və ya kvadrat tipli şəkilləri daxil etməsi tələb olunur. Bunun üçün yoxlananlara dairələri kvadrat şəkli çəkilmiş vərəqlər verilir. Ondan həmin vərəqdə olan elementlərdən istifadə edərək şəkillər seriyası çəkmək tələb olunur. Yerinə yetirilən iş özünün məhsuldarlığına, sürətinə və orijinallığına görə qiymətləndirilir. Şəxsiyyət testləri fərdi şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə olunur. Proyektiv testləri isə onlar daxili proyeksiya dinamikasını doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlanılanların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorschach testini, tematik aperseptiv testi, yəni TAT və s. aid etmək olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanılan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir. Şəkillər elə tərtib olunur ki, onları müəyyən şəkildə şərh etmək mümkün olsun. Psixodiaqnostik metod kimi sosiometriya metodundan istifadə olunur. Qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin cəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlaşdırılmış metodik üsulların məcmusundan ibarətdir. Sosiometriya Amerikan psixoloqu dediyimiz kimi Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda əks etdirilməklə təhlil olunur. Nəhayət, psixologiyada riyazi statistik metodlardan istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara çıxarılır. Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik metodlardan istifadə olunur. Bunun üçün insanın həyat yoluna aid faktların və hadisələrin onun sələflərində, nəslində özünü göstərən xarakterik halların, sənədlərin, şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.